Salam. Gəlin bugün bir səyahət hekayəsi ilə birlikdə səyahətə aid 15 çox vacib frazeoloji feili öyrənək. Hazırsınız? Başlayaq elə isə. Bax, bu vizual bələdçi ilə hər şeyi yadda saxlamaq çox asan olacaq, söz verirəm. Deməli, işimizi asanlaşdırmaq üçün gəlin səyahətimizi 4 mərhələyə bölək. Bax, yola düşməkdən tutmuş, evə qaydana qədər hər şeyə addım-addım birlikdə edəcəyik. Bu üsulla inanın ki, hər bir feili öz yerində, öz kontekstində öyrənəcəyik və heç vaxt unutmayacağıq. Və budur, səyahətimizin birinci mərhələsi, yola düşmək. Gəlin görək, evdən çıxmaq qərarı verəndən təyyarə havaya qalxan ana qədər hansı feilləri istifadə edirik? Başladıq. Yaxşı, ilk feilimiz go away. İngiliscə tərifinə baxın, to leave your home for a holiday. Yəni, çox sadə, evdən tətilə görə bir yerə getmək. Məsələn, deyirik ki, we decided to go away for the weekend to relax. Bizim dildə də bu belə səslənir. Həftə sonu dincəlmək üçün bir yerə getməyə qərar verdik. Yəni, go away elədik. Növbəti feilimiz, daha doğrusu feillərimiz set out və set off. Hər ikisi də eyni məmanı verir, yəni səyahətə başlamaq, to start a journey. Məsələn, çox klassik bir cümlə. We set off early in the morning to avoid the traffic. Yəni tıxaca düşməmək üçün səhər tezdən yola çıxdıq. İndi gəldik o biraz duyğusal anlara. Bilirsiniz dostlar, ailə sizi yola salmaq üçün aeroporta, vağzala gəlir. Bax, bu hərəkətə ingiliscə see off deyirlər. To go to a station or airport to say goodbye to someone. Məsələn, my friends came to the airport to see me off. Tərcüməsi də odur ki, dostlarım məni yola salmaq üçün aeroporta gəlmişdilər. Və gəldik birinci mərhələnin kulminasiya nöqtəsinə, ən həyəcanlı anına, təyyarənin yerdən ayrılıb havaya qalxması. Buna take-off deyirik, to leave the ground and begin to fly. Super, elə deyilmi? Məsələn, the plane took off right on schedule. Yəni, təyyarə tam da planlaşdırılan vaxtda havaya qalxdı. Əla, birinci mərhələni uğurla bitirdik. İndi keçirik ikinci mərhələyə, yolda. Bu bölmədə adından da göründüyü kimi daha çox maşınla yolda hərəkət edərkən lazım olan feillərə baxacağıq. Baxın, burada bir-birinin əksi olan, amma həmişə lazım olan iki feil var. Birincisi pick up, yəni kimisə maşınla götürmək. Məsələn, I will pick you up from the hotel at 8 a.m. Yəni, səhər 8-də səni oteldən götürəcəm. Bunun tam əksi isə drop-off'dur. Yəni, maşınla aparıb bir yerdə düşürmək. Məsələn, soruşursunuz ki, can you drop me off near the train station? Yəni, məni vağzalın yanında düşürə bilərsən? Çox praktikdir, elə deyilmi? İndi təsəvvür edin ki, yoldasınız, maşın sürürsünüz. Birdən telefona baxmaq ya da xəritəyə baxmaq lazım olur. Nə edirsiniz? Maşını yolun kənarına çəkib saxlayırsınız. Bax, bu hərəkətə pull in deyirlər. To stop by the side of the road in a car. Məsələn, we had to pull in to look at the map safely. Tərcüməsi də budur ki, xəritəyə rahat baxmaq üçün kənara çəkib dayanmalı olduq. Yol mövzusuna davam edirik. 2 dənə də çox vacib feilimiz var. Birincisi biraz, necə deyim, xoşa gəlməz bir vəziyyəti təsvir edir, amma bilmək lazımdır. Run over. Bu, maşınla nə isə və ya kimisə əzmək deməkdir. Ona görə də həmişə belə xəbərdarlıqlar eşidə bilərsiniz. Drive carefully so you don't run over any animals. Yəni, diqqətli sür ki, heyvanları vurmayasan. İkincisi isə yəqin ki, hamımızın başına gəlib, turn round, yəni geri dönmək. Bir şey yaddan çıxanda, məsələn, we forgot our passports and had to turn round. Pasportlarımızı unutmuşduq, ona görə də məcbur olub geri qayıtdıq. Səyahətimiz bütün sürəti ilə davam edir və artıq 3-cü mərhələdəyik. Hərəkət və sürət. Burada bir yerə doğru necə getdiyimizi və sürətimizi necə tənzimlədiyimizi göstərən feilləri öyrənəcəyik. Deməli, hansısa bir istiqamətdə doğru getdiyinizi demək istəyirsinizsə, make for feilindən istifadə edə bilərsiniz. Yəni, to go in the direction of a place. Çox gözəl bir nümunə var. As it started raining, we made for the nearest cafe. Yəni, yağış başlayan kimi biz də ən yaxın kafeyə tərəf getdik. Bax, bu qədər sadə. Aha, indi gəldik çoxların qarışdırdığı iki feilə. Amma fərqləri çox sadədir, gəlin baxaq. Birincisi keep up with. Bu o deməkdir ki, kiminləsə ayaqlaşmaq, eyni sürətdə getmək. Məsələn, biri çox sürətli yeriyir, siz də deyirsiniz ki, o qədər sürətlə gedirdi ki, onunla ayaqlaşa bilmirdim. Bəs catch up with nədir? Bu isə geridən gəlib kiməsə çatmaq deməkdir. Məsələn, dostunuz qabaqda gedir, siz deyirsiniz ki, sən get, mən sənə çatacam. Bax, qayda budur. Keep up.
eyni tempdə qalmaqdır, catch up isə aradakı məsafəni bağlayıb çatmaqdır. Vəssalam. Və beləcə gəldik çatdıq səyahətimizin son 4-cü mərhələsinə, məskunlaşma və qayıdış. Artıq mənzil başına çatmışıq. İndi otelə yerləşməyi və səfərin sonunda evə qayıtmağı ifadə edən feillərə baxacağıq. Otelə çatdıq. İlk işimiz nədir? Əlbəttə ki, qeydiyyatdan keçmək. Bax, bu proses check-in adlanır. Yəni, gəldiyinizi bildirib açarınızı alırsınız. Məsələn, deyirik ki, oteldə qeydiyyatdan keçdik və otağımıza qalxdıq. Bəs tətil bitəndə nə edirik? O zaman da check-out edirik. Yəni, hesabı bağlayıb oteldən çıxırıq. Məsələn, sabah saat 11-ə qədər oteldən çıxış etməliyik. Hər gözəl şeyin bir sonu var deyirlər. Səyahətimizin də sonuna gəldik və evə qayıtmaq vaxtıdır. Bu məqamı ifadə edən feilimiz get back'dir. Yəni, sadəcə geri qayıtmaq. To return from a place. Məsələn, we got back from our trip late last night. Tərcüməsi isə, səyahətimizdən dünən gecəyə yaxın geri döndük. Və budur, bütün səyahət xəritəmiz gözümüzün önündə. Gördünüz, yola çıxmaqdan, yəni setafdan tutmuş otelə check-in etməyə, oradan da evə get back etməyə qədər. Bütün bu 15 feili bir hekayə ilə öyrəndik. Bu xəritə isə öyrəndiklərimizi beynimizdə möhkəmlətmək üçün əla bir vasitədir. Belə, bugünlük bu qədər. 15 dənə çox vacib səyahət feilini bir hekayənin içində öyrəndik. Ümid edirəm ki, faydalı oldu. İndi isə bir sualım var. Bəs siz öz növbəti səyahətinizdə bu feillərdən hansını ilk olaraq istifadə edəcəksiniz? Məsələn, go away etməyi planlaşdırırsınız? Rəylərdə yazın, maraqlı olardı. Növbəti izahda görüşənədək, hələlik.